Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Teleradio Akademiyasında mediada Azərbaycan dili təlimləri çərçivəsində Azərbaycan dilinin rolunu müzakirə edəcəyik. Qonağımız Azərbaycan televiziyasının xəbər aparıcısı, efir estetikası və nitq mədəniyyəti üzrə mütəxəssis Mümtaz Xəlilzadədir. Xoş gördük Mümtaz bəy. Hər vaxtınız xeyir olsun, Mahmud. Təlimləriniz necə keçdi? Əvvəlcə bizim tamaşaçılarımızı salamlayıram. Hər birinin hər vaxtı xeyir olsun. Təlimlər çox uğurlu keçdi. Xəbər verdiyimiz kimi və hər kəsin də artıq məlumatı olduğu kimi bizim televiziyalarda, radiolarda, saytlarda çalışan 50-yə yaxın həmkarımız bu təlimlərdə iştirak edir və biz birinci görüşümüzdə, ilk dəfə həmkarlarımızla görüşəndə daha çox nəzəri məsələləri müzakirə elədik və hansı qüsurlar var, hansı xətalara yol verir, bu məsələləri biz nəzəriyyə ilə öyrənməyə çalışdıq. Yaxşı da fikir mübadiləsi apardıq. Düşünürəm ki, bir çox şey qazandıq özlüyümüzdə, bir çox müsbət həlləri tapdıq. İkinci görüşümüz isə daha çox praktiki səviyyədə oldu, təcrübə səviyyəsində oldu. Müəyyən mətnlərlə, müəyyən təsvirlərlə, müəyyən görüntülərə baxmaqla, köhnə kadrları izləməklə orada olan nöqsanları aşkara çıxarmağa çalışdıq. Yol verdiyimiz xətalara dönüb bir də baxdıq və bunların düzəldilməsi istiqamətində hansı addımlar ata bilərik, nə eləyə bilərik, bu məsələləri müzakirə elədik. Düşünürəm ki, hər iki görüş kifayət qədər uğurlu oldu və yəqin ki, həmkarlarımızın da ürəyincə olub. Mümtaz bəy, efir estetikası və vizual zövq nədir? Çox geniş anlayışdır, Mahmud, efir estetikası və vizual zövq tərəfi. Məsələ təkcə kadrda deyil, əlbəttə ki, bizim ağlımıza gələn ilk şey kadrdır. Amma tək kadr deyil, bu bir vizual mədəniyyətdir. Burada əlbəttə ki, birinci növbədə görünən kadrdırsa, ikinci növbədə o kadrdakı işıqdır, oradakı rəngdir. O aparıcının əyləşdiyi studiyadır, aparıcının özüdür, dekorasiyadır, qrafik, vizual qrafik elementlərdir. Bunlar hamısı təbii ki, efir estetikasına aid olan məsələlərdir və əhatə eləyir. Bunlar hamısı balanslı şəkildə idarə olunmalıdır. Efir estetikası dedikdə bura avazlanma, intonasiya da daxildirmi? Əlbəttə daxildir. Bizim gördüyümüz, eşitdiyimiz hər bir şey efir estetikasına daxildir. Jest, mimika, görünüş aparıcının informasiyanın qavranılmasına necə təsir edir? Əlbəttə ki, çox vacib bir məsələyə toxundunuz siz, Mahmud. Görünüşdür, jestlərimizdir və mimikalarımızdır. Bu, tamaşaçı üçün olduqca vacib bir elementdir və informasiyanın daha rahat həzm olunmasına və daha rahat qavranılmasına xidmət edir. Dolayısıyla informasiya daha tez çatır tamaşaçıya. Görünüş deyəndə ağla gələn təbii ki, ilk olaraq vizualdır, üz görünüşümüzdür. Bu, apardığımız verilişə, xəbərə və yaxud da ki, digər bir sahəyə uyğun olmalıdır. Sonra geyim məsələsi gəlir. Bu da təbii ki, balanslı şəkildə olmalıdır. Ümumiyyətlə, bu üçü balanslı şəkildə idarə olunmalıdır. Həm görünüşümüzdür, həm bizim jestlərimizdir, həm də mimikamızdır. Üçü də balanslı olmalıdır, efirə yaraşmalıdır, televiziyaya uyğun olmalıdır. Geyimdir, əgər xanımdırsa, onun saç düzümüdür, qrimidir. Bunlar hamısı o informasiyanın tez və daha asan şəkildə çatdırılmasına xidmət edir. Sonra isə artıq gəlir mimikalarımız, jestlərimiz. Bu da həmin məsələyə xidmət edən amillərdən biridir. Jestlər qabarıq şəkildə olmamalıdır. Mimikalarımız qabarıq şəkildə olmamalıdır. Jest və mimika heç bir halda diqqətin yayınmağına xidmət etməməlidir. Əksinə, jestlər və mimikalar informasiyanın daha effektiv şəkildə çatdırılmasına xidmət eləməlidir. Burada da qabarıqlıq, artıqlıq məsələsi önə gəlir ki, o balansı qorumaq lazım olur. Aparıcının üzərinə yəqin ki, düşən ən böyük missiya ilə həm də bu üçünü bir yerdə qorumaqdır. Geyiminə diqqət eləməlidir, təbii ki, görünüşünə diqqət eləməlidir, jestlərinə diqqət eləməlidir. Dolayısıyla mimikalarına xidmət eləməlidir və çatdırdığı xəbərin ruhuna uyğun. Çünki hər formada biz xəbər çatdırırıq və bizim əhval-ruhiyyəmizdən asılı olmayaraq həmin o xəbərin əhvalına düşərək onu uyğun jest və mimikalarla tamaşaçımıza çatdırmağa borcluyuq. Niyə Azərbaycan dilinin saflığını qorumalıyıq? Məsələn, siz öz sahəniz üzrə Azərbaycan dilinin saflığını necə qoruyursunuz? Dil xalqımızın kimliyidir. Dili qorumaq əslində o xalqın birliyini, bütövlüyünü qorumaq deməkdir. Və mütləq şəkildə hər bir kəs peşəsindən, vəzifəsindən, yaşından asılı olmayaraq hər kəs Azərbaycan dilinin saflığını qorumalıdır. Sual olunurdu, keçən dəfə də belə bir sual verildi ki, kim qorumalıdır Azərbaycan dilinin saflığını? Hər kəs kim? Yəni bu dildə danışan, düşünən, yazan hər kəs. Burada da əsas missiya, əsas iş təbii ki, biz jurnalistlərin üzərinə düşür. Çünki biz həmişə cəmiyyət üçün nümunə sayılırıq.
biz efirdə olduğumuz zaman, həm də istinad nöqtəsiyik. Ona görə də Azərbaycan dilinin saflığının qorunması istiqamətində əsas missiya bizim çiyinlərimizə düşür. Etik çərçivələr hansı hallarda pozulur? Televiziyada etik çərçivələr bir çox hallarda pozulur. Məsələn, zorakılıq kadrlarının yayılması, şəxsi həyatının toxunulmazlığı məsələsi. Bu yaxınlarda bir hadisə oldu. Liseylərdən birində silahlı insident baş verdi və kifayət qədər o etik çərçivələrin pozulduğunun biz şahidi olduq həmkarlarımız tərəfindən. Qətiyyən yol verilməz bir şeydir. Az yaşlı bir uşağın şahid qismində danışdırılması məsələsi. Bu da etik çərçivələrin pozulması hesab olunur. Onun yanında qəyyumunun, valideynin olmadığı halda, razılığının dolayısıyla olmadığı halda balaca bir uşağın, az yaşlının şahid qismində danışdırılmağı, üzünün efirə verilməyi və onun o şok vəziyyətdə hansı ondan ifadələrin, sözlərin alınmağı təbii ki, bu etik çərçivələrin pozulmağıdır. Dolayısıyla zorakılıq əlamətlərinin efirdə yayılması, bir daha təkrarlayaq, şəxsi həyatın toxunulmazlığı məsələləri bunlar mütləq şəkildə riayət olunmalı məsələlərdir. Mümtaz bəy, mən sizi daha çox efirlərdə aparıcı olaraq görürəm və belə bir sual vermək istərdim. Bir tamaşaçı, bir dinləyici kimi efirlərdə ən çox hansı səhvlərə rast gəlirsiniz? Gəlin o səhvləri öz üzərimizdən, yəni həmkarlarımızın üzərindən deyək və həm də elə dolayısıyla bir çətinliyimizi dilə gətirmiş olacağıq. Başlayaq elə çətinlikdən. Nədir bizim ən böyük çətinliyimiz və yaxud da qarşılaşdığımız problem? Bu, Orfeopiya lüğəti ilə bağlıdır. Uzun illərdir ki, Azərbaycanda Orfeopiya lüğəti çap olunmur. Yanılmıramsa sonuncu dəfə 20 il əvvəl çap olunub, amma yenə də ortada elə əllə tutulası, istinad olunası bir kitab yoxdur və bu da bizim ən böyük problemimizdir. Bəs biz bu halda nə edirik? Təsəvvür edin, bir dildə danışırıq, amma onun transkripsiyası yoxdur. Lüğəti yoxdur, Orfeopiya lüğəti yoxdur. Düzdür, danışırıq. Amma istinad nöqtəmiz haradır? İstinad nöqtəmiz qaydalarımızdır. Qrammatik qaydalara əsasən biz müəyyən edirik ki, bu sözü necə tələffüz eləmək olar, necə səslənir bu söz və ya öz ustadlarımıza istinad edirik. Və təbii ki, bu da hər dəfə yetərli olmur, çünki mübahisələr yaranır. Məsələn, ötən müzakirələrimizin birində bu mağaza sözü ilə bağlı mübahisə yaranmışdı ki, vurğu hansı hecadadır? Əlbəttə ki, böyük əksəriyyət buna mağaza deyə bilir, mağaza, vurğu ikinci hecadadır. Amma biz ustadlarımızdan öyrənmişik ki, uzun illər ərzində vurğu sonuncu hecada olacaq, mağaza sözündə. Və biz mağaza deyiləndə deyilir ki, hara istinad edirsiniz? Deyirik ki, ustadlarımıza istinad edirik. Bizdən əvvəl çalışan o klasik diktorlarımıza istinad edirik. Yenə də mübahisələr düşür ki, axı bu qayda deyil, bəli. Bu mənada təbii ki, qayda deyil, amma qayda var. Qayda dəftərindən, amma onu o Azərbaycanda 100 mindən çox söz var. Hamısına tətbiq eləmək qaydalarla bir qədər çətin olur. Ona görə də bu çətinliyi dilə gətirək. Azərbaycan dilində bugün üçün qarşılaşdığımız və efirdə də ən böyük xətalar məhz bu səbəbdən olur ki, bizim Orfeopiya lüğətimiz yoxdur. Bu da yəqin ki, yaxın vaxtlarda da öz həllini tapacaq. Digər bir çətinliyimiz isə və yaxud da qarşılaşdığımız o çətin məqamlar, xətalarla bağlı olan məqamlar isə budur ki, Azərbaycan dilində o xarici sözlərin qarşılığı yoxdur. Və biz yaxud da tapa bilmirik həmin qarşılığı. Bu halda da öz bildiyimiz üslubla bu vəziyyətdən çıxmağa çalışırıq. Xarici ifadələrin Azərbaycan lüğətində, orfoqrafiya lüğətində qarşılığını tapmamaq və yaxud da onu hansısa sözlə əvəz eləmək kimi çətinliklərlə də rastlaşırıq və amma öhdəsindən gəlirik müəyyən mənada. Mümtaz bəy, ötənki təlimimizdə dediniz ki, sizə hər zaman bu sualı verirlər və mən bu sualı verib fərqli bir cavab almaq istəyirəm. Televiziya sizə nə qazandırdı? Fərqli cavab almayaq. Gəlin istəyirsiniz tamaşaçılarımız üçün elə əsas cavabımızı verək. Televiziya mənə çox şey qazandırıb, çünki artıq ümumilikdə 17-18-ci ildir mətbuatdayım. Onun böyük bir hissəsi 2-3 ilini çıxmaq şərti ilə yerdə qalan hissəsi televiziyaya həsr olunub. Bir çox şey qazanmışam. Hər zaman da bu barədə düşünürəm ki, həm biraz buna fəlsəfi cavab axtarım, həm biraz daha dərin cavab tapım bu suala. Düşünürəm ki, tapmışam. Televiziya mənə nə qazandırıb sualının cavabı da elə ötən gün sizə verdiyim cavabdır. Mən televiziyada saniyələrin nəbzini tutmuşam. O Dostoyevskinin təbirincə desək buna, saniyələrin qədrini bilmişəm. Çünki o qədər o xəbər sistemində biz saniyələrlə əlləşib vuruşuruq ki, saniyələrlə işləyirik ki, insan saniyələrin qədrini bilir və yəqin ki, elə ən böyük qazancımız həyatda həmin o zamanın qədrini bilməkdir. Çünki Məmməd Arazın şeirindən bir hissəni deyim, o zaman qapımızda əlində qayçı. Düşünürəm ki, o zamanın qədrini bilmək lazımdır. Televiziyada biz o qədir bilməyi öyrədib hər halda. Mümtaz bəy, sonda gənc həmkarlara və bu sahədə yeni başlayan jurnalistlərə nə tövsiyəniz olardı? Gənclərimizə uğurlar arzulayıram. Əsas tövsiyəm
şöhrətin arxasınca qaçmaq olmaz heç bir halda. İşimizi sadəcə sevdiyimiz üçün və orada uğur qazanmaq üçün eləməliyik. Çünki bütün nöqsanlarımız, bütün o arzu olunmaz məqamlar hamısı biz şöhrət arxasınca qaçanda çıxır ortaya. Ona görə də peşəkar şəkildə işimizlə məşğul olmalıyıq. Gənclər uğur qazanmağın yollarını bilirlər. Əlbəttə ki, bu dil öyrənməkdədir, mütaliəyə ara verməməkdədir, öz ustadlarına, öz peşəkarlarına daim istinad eləməkdədir. Ona görə bu istiqamətdə çalışsalar, hesab eləyirəm ki, çox uğurlu olacaqlar. Mütləq şəkildə təlimlərə getməlidirlər, müxtəlif istiqamətlərdə təlimlərdə olmalıdırlar, özlərini inkişaf etdirməlidirlər və əminəm ki, sıralarımız həmin o gənclərlə də daha da genişlənəcək. Bütün gənclərimizə uğurlar arzulayıram. Belə, əziz tamaşaçılar, ümid edirəm söhbətimiz həm jurnalistlər, həm də dilimizi sevən hər kəs üçün faydalı oldu.